Sabahınız xeyirli uğurlu olsun kanalımda ve yeni bir videomda xoş gördük hər birinizi. Bizdə neçə gündür yağışlı soyuqdu havadan sonra. Şükür Allah'a, şükür Allah'a, çok şükür Allah'ım bu günə. Artıq güneş çıxıbdı bu günlərim. Deyilənlərə görə bu gündən havalar istiləşir. İnşallah ki havalar istiləşər. Saat da 8'e işləyibdi, 5 dəqiqə. Mən gedirəm, bugün 6-cı günüdür, mən gedirəm kənd bazarına. Gedim görüm hələ. Nə var? Toxum alacağım, ştil alacağım, gətirib təzdən bağımı, bağçamı cənnətə çevirəcəm. İnşallah Allahın köməkliyi ilə. Allah qoysa. Buraları hələ təmizləməyiblər, amma mən bağ-bağçamı təmizləmişəm. Çox yerini təmizləmişəm. Biraz qalıbdı. Çünki yarpaqlar tökülmüşdü göy-göyərtin üzərinə. İsti də vururdu. Böyle par kimi olurdu. Ta da dedim ki qalanı da orada xarab olub gedəcəkdi. Götürüm bunları təmizləyim. Yağışa baxmadım, yağış yağa hamısını təmizlədim. İndi isə gedirəm bazara. Bilmirəm bazarda sizə çəkə biləcəm, çəkə bilməyəcəm. Həmişə tez gedirdim. Bu günlərim biraz gec gedirəm. Tez gedəndə yaxşıdır, adam az olur deyə. Gedib istədiyi də axtarıb tapıb ala bilirsən. Gedim alım, gəlim. Bazardan artıq qayıdanlar var. Gələn əlində ştil, bir də cüzə alıb gətirir. Ştillə cüzədir. Mən də tüyoq almaq istəyirəm düz, amma balaca cüzə alıb saxlamaq istəmirəm. Çünki balaca cüzəni saxlamaq biraz çətindir. Deyirəm, buna saxlaya bilmərəm, hamısı ölər. Gəldim, çatdım bazarımıza. Yaxşı ki evimizə yaxındır ha. Tez gəldim. Gəlməyim, bu şeyi pisli baxın adama. Böyle ne kadar adam insan var. Buradan heç xoşlanmıram. Həmişə deyirəm tez gəlim. Bu dəfə gec gəldim. Görüm hələ. Ştilləri gəldim. Burada bir Türk bacım var. Həmişə mən bundan alıram. İndi də gəldim bundan alacağım. Gəldim bazardan. Düzü elə çox bir şey almadım. Elə tez aldım, gəldim. Nə pomidor, biber ştil aldım, nə də ki onlardan bu il əkəsi deyiləm deyə. Keçən əkmişdim, yaxşı olmadı. Ona görə özümə söz vermişəm ki, bu il əkməyəcəm. Hər il əkəndə deyirəm ki, bu il əkməyəcəm. Amma gedib oradakı o ştilləri görürəm, o qədər xoşum gəlir ki, deyirəm ki, hə, heç nə olmaz, alım bu ildə əkim. Amma bu il özümə söz vermişəm ki, əkməyəcəm. Bircə reyhan ştili aldım, gəldim. Düzü reyhan ştilini də indi alası dedim. Çünki indi tezli deyə bahadır. Amma ki, dolu vurub bəzi pəncərələr var ki, göy-göyərtilər var ki, yox vəziyyətindədir. Onların yeri boş qalmasın deyə dedim alım, gətirim, əkim. Aldım, getdim. Yeməyimi bişirim ilk öncə, sonra keçib reyhanı əkərəm. Amma əkəndə də yenə də sessiz əkəcəm. Çünki tez-tez əkim ki, tez-tez qutarsın. Çəkiliş çəkə-çəkə iş görə bilmirəm. Bir işi məsəl üçün yarım saata görürəmsə, onu çəkiliş çəkəndə o işi bəlkə də 1 saata, 2 saata ancaq bitirirəm də. Çək, kameranı söndür, yandır. Ona görə biraz vaxt aparır. Siz əkəcəm. Əkəndən sonra sizə göstərərəm. Yeməyə də bu günlərim əcəb sandalı deyirsiniz bu yeməyə, bastırma deyirsiniz, nə deyirsiniz bu yeməyə? Biz daha doğrusu ən çox bastırma deyirik. Bir qat soğan, bir qat badımcan, bir qat biber. Mən kartuşka da əlavə edəcəm. Çünki Yusifin kartuşka xoşuna gəlir bu yeməkdə.
Ona görə biraz bir qat kartuşka əlavə edəcəm. Badımcanların qabığına soyum, yumuşam hamısını. Amma soymadım ki, qaralmasın. Çox xanımlarımız var ki, bunu bişirəndə ət əlavə edirlər içərisinə. Amma bizdə ətli xoşlamırlar. Çünki tərəvəzlərin öz dadı, öz ləzzəti var da. Bir-birinə qarışır, öz dadı, öz ləzzəti ilə bəs edir. Yəni buna ət əlavə etmirəm mən. Ətsiz bişirirəm. Aldığım reyhanlardan da üzerine əlavə edin ki, ətirli olsun. Yağını da əlavə edeyim. Biraz da su əlavə edib göndərəcəm pişsin. Birazca da su əlavə etdim, duzunu da əlavə etdim, yağını da əlavə etdim. İndi göndərdim. Vam odda burada pişsin. Mən də gedeyim biraz bağda, bağçada işlərimi görüm. Gözlədim, hava biraz sərinlədi. Gətirdim, reyhan şitirlərini əkdim. İnşallah ki, yaxşı inkişaf edərlər, tez böyüyərlər. Amma əkdimsə də ona deyim ki, çox qorxuram. Çünki telefonlara xəbərdarlıq gəlib ki, yenə dolu olacaqdır. İnşallah ki, yağmaz. Hərdən Allaha dua edirəm ki, bir də dolu yağmasın. Hələ göy-göyərtilər təzə özlərinə gəlibdi. Orada biraz böyük var idi göy-göyərti. Onlar biraz çox böyük idilər də, yığıb işlədirdim. Onlar təmiz sapsarı saraldılar. Heç yığılası deyirlər. Bircə reyhanı bura əkmişəm. Çünki dediyim kimi, burada yer boş idi. Bura xiyar əkmişdim. Xiyarı dolu vurdu. Ona görə gətirdim ki, yer boş qalmasın. İnşallah ki, dolu yağmaz Allahın köməkliyi. Mən bu lobiyaları əkəndə torpağı sulamamışdım. Yağış yağmışdı deyə torpaq bekara nəmliyi var idi. Elə yağış yağayaqda gətirdim, əkdim ki, torpağın nəmliyinə göyərib çıxarlar. Çünki göyərtmişdim lobiya toxumlarını. Mən elə bir ki, lobiya toxumlarını bugün əkdim, səhəri dolu yağdı. Dedim Allahın qisməti, göyərib çıxarlar, çıxmazlar da ki, neyniyək ki, təbii fəlakətdir. Bizlik burada heç nə yoxdur. İndi çox belə dedim birdən olar da dolu yağdı, buzdu, ya nəsə olar, eləyər, göyərməz. Sonra da dedim ki, torpağın altındadır, yəqin ki, heç nə olmaz. İnşallah ki, Allahın köməkliyi ilə göyərər. Buna baxın, lobiyalarım artıq yavaş-yavaş göyərirlər. Cərgə ilə əkmişəm deyə hələ eləsi var ki, tam göyərməyib deyə, amma eləsi var ki, tam göyərib çıxıbdı. İnşallah ki, hamısı qəşə cərgə ilə əkmişdim. Necə əkmişəmsə, elə də hamısı göyərər Allahın köməkliyi ilə. Yaxşı ki də deyirəm ki, torpağı sulamamışam. Çünki o dolu da yağdı üzərinə. Dolu yağdığına görə toxumlar torpaqda çürüyə bilərdi. Belə, çox şükür ki, əziyyətim itmədi. Allahın köməkliyi ilə bugündən belə də havalar isinər, dolu falan yağmaz. Əkdiyimiz lobiyadan, reyhandan, göydən, göyərtidən sağ-salamat yığıb işlədərik. Buradakı kahıydı. Kahını da təmizlədim. Dolu vuran yarpaqların hamısını təmizləmişəm. Bunu dolu yağan günün səhərisindən təmizlədim ki, təzədən göyləsin.
Bircə dəfə yığıb salat hazırlamışdım. Ondan sonra yığa bilmədim. Saralan yarpaqlarını dolu vurub əzdiyi yarpaqların hamısını təmizləyirəm. Təmizləyib götürürəm ki, təzədən göyləsin inşallah. Hava isti olsa tez göyləyəcəklər. Hava isti deyil də, gah yağış yağır, gah külək əsir. Havanı hələ tam demək olar ki, havalar isinməyibdir. Bir də ki, çox yazanlar oldu ki, bağa, bağça gözdəydi, nəzərdəydi. Düzdür, mən gözə, nəzərə inanıram, göz nəzər var. Amma ki, bu tək məndə olsaydı, deyərdim ki, hə, mən bağıma, bağçama göz dəydi, nəzər dəydi. Amma tək məndə olmadı, bütün şəhər bu vəziyyətdədir. Hamının neçə hektarlarla çiyələk sahəsi əkənlər var idi. Çiyələkləri batıbdı. Yəni tək mən deyiləm. İndi mənim bağım nədir ki, bir balaca bağ-bağça var. Yəni ki, bu göz nəzər işi deyil. Təbii fəlakətdir. Allahdan gələn bir qismətdir. Bu da bizim bir qismətimiz idi. İniş ildə bizdə dolu yağdı. Bircə keçən il yağmadı. Bir də bu il oldu. Qismət, yəni bunun gözlə, nəzərlə bir əlaqəsi yoxdur. Düzdür, göz, nəzər, nəfis var, belə bir şey deyim. O, baxıb birinə bəxtəvərçilik vermək var. Elə bir şeylərə mən də inanıram. Amma ki, bu yenə deyirəm, tək məndə olsaydı, deyərdim ki, tək bu boyda şəhərdə bircə mənim bağım, bağçam batdı. Onda deyərdim ki, göz nəzərdir. Amma bu tək məndə deyil, bütün şəhərdə belədir. Bu da bir qismət imiş. Bu da bu ilki qismətimiz imiş. Zoğal ağacımıza baxın. Üzərində tək-tək bir dənə, baxsan bir dənə, iki dənə belə zoğal qalıbdı da. Təmizlədim bura yarpağına. İnanırsınız, o plasmas mayonez vedrələri olur. Bir vedrə zoğal yığmışam üzərindən. Üzərindən yox, altına tökülmüşdü. Altından yığdım, götürdüm. Təmizlədim buranı. Yarpağı ilə bir tökülmüşdü. Üzərində qalan yarpaqları da hamısı o qədər zədələnib ki, buna baxın, elə bir ki, qaralıbdır yarpaqlar. Nəysə, belə, bu da bir qismət. Allahın qismətidir, təbii fəlakətdir. Allahdan gələni bəndə heç nə eləyə bilməz. Allah nətər yazırsa, nətər pozursa, o bizim əlimizdə deyil. Sinijoku da yazıb çox soruşursunuz ki, necə oldu, sağaldı, yeridimi, nətər oldu. Sinijok, baxın, bu tikişidir. Tikişi yaxşıdır, apardıq həkimə, yoxlatdıq, yavaş-yavaş sağalır. Boynundakı varatnikini açdı, götürdü həkim. İynələri qutarıbdı, bir qalıbdı dərmanı, bu sümüyünü bərkitmək üçün dərman atır. Bir qalıb dərmanı, hələ ki onu da atır. Hər gün səhər-səhər 2 dənəsini atırıq. Qaldı da ki, belə, nə həyətə qoyur yeriməyə, nə küçüyə, nə bacıya, heç ara deyir ki, olmaz çıxmaq sinijoku. Çünki deyir, hələ bunun yarası kövrəkdir, tam bərkiməyibdir. Həyətə çıxsa, bir dənə pişiklə dalaşsa, bunun yarası yenə təkrar həminki kimin olacaqdır. Ona görə biraz gözləyirik. Bir 2 ay falan bu qaydada gözləməliyik ki, bu həyətə falan çıxmasın. Çox yeriyə də bilmir. Yeriyir, sonra bax belə yorulur, ağrıyır. Qaydır, uzanır. Tam yeriyə də bilmir. İnşallah ki, yavaş-yavaş bu da keçəcəkdir. Əsas ağrısı, acısı yoxdur. Onlar sağalıbdır, keçib gedibdir. Ay, Sinijok. Sini, gidək evə. Gidək evə. Dur. Niyə? Evə getmək istəmirsən? Səni burada qoymaq olmaz axı. Dur. Dur, gidək evə, şirinim. Ay, şirin. Dur. Ne olub Sinijok? Oynayırsan? Hı? Mən sana neynədim? Daramayım. Buna baxın hələ. Niyə daramayım ki saçı? İstəmirsən saçı darayım? Niyə? Xoşun gəlir daxı. Niyə istən? Ay Sinijok, niyə istənibsən? Niyə istənibsən? Yoxcu, daramıram. Niyə istəndin?